Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvani Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. YouTube sinifimə xoş gəlmisiniz. Biz əvvəlki dərsimizdə samitlər haqqında daha geniş danışmışdıq. Hətta samitlər və samitlərin fərqini izah eləmişdim. Ona görə bu gün çox da vaxt itirmədən samitlər haqqında danışmaq istəyirəm. Mövzumuz biraz uzun olacaq, çünki samitlərə aid olan demək olar ki, ən önəmli məqamları sizlə bölüşmək istəyirəm. Asan yollarla izah eləmək istəyirəm. Mövzunun uzunluğu sizi qorxutmasın. 6 başlığa böləcəm. Hər başlığın özünə aid xüsusiyyətlərini deyəcəm. Hər başlıqda ən önəmli məqamları qeyd edəcəm. Əgər qeydlər tutaraq aktiv dinləsəz, mövzunun sonunda mövzunu çox yaxşı qavrayacaqsınız. Buna əminəm. Belə, məncə başlaya bilərik. Dedim ki, 6 başlıqda danışacağım mövzunu. Birinci başlıqdan başlaya bilərik. Samitlər. Hər mövzuda olduğu kimi, bu mövzuda da o məşhur sualımı verəcəm. Samitlər haqqında nələri bilməliyik? Samitlər haqqında zaten biz əvvəlki dərslərimizdən bilirik ki, samitlər ağız boşluğunda maneəyə rast gələrək tələffüz olunur. Küyün iştirakı ilə tələffüz olunur. Hətta əvvəlki dərsdə qeyd eləmişdim. Samitləri baxın bu sözlərlə yadda saxlayacaqsınız. Küy, ondan sonra səs telləri, maneə. Yəni samitlər küyün iştirakı ilə yaranır, səs tellərinin iştirakı ilə yaranır və maneəli səslərdir. Ağız boşluğunda maneəyə rast gələrək tələffüz edilən səslərdir. Belə, samitlər, növbəti məsələ, samitlər baxın, qeyd eləyirəm, səs tellərinin iştirakına görə nəyə əsasən? Səs tellərinin iştirakına görə neçə qrupa bölünür? 2 qrupa bölünür. Kar samitlər və cingiltili samitlər. Buraya yazıram. Qısaldıram. Kar samitlər və cingiltili samitlər. Uşaqların qorxulu yuxusu bu kar və cingiltili samitləri əvəz eləmək. Daha doğrusu yadda saxlamaq. Necə yadda saxlaya bilərik? Hansının qarşılığı nədir? Və yaxud da necə tələffüz eləyəcəyik sözlərdə hər birini ən xırda detallarına qədər izah eləyəcəm. Heç narahatlığınız olmasın. Deməli, kar samitləri yadda saxlamaq üçün çox məşhur nümunəni yazıram. Qeyd edim ki, nümunə Azərbaycan dilində belə deyil. Bəlkə də çox əlaqəsiz görünə bilər. Lakin düşünürəm ki, yaxşı nümunədir. Qeyd eləyə bilərəm. Elə o nümunə ilə kar samitləri çox yaxşı yadda saxlaya bilərsiniz. Yazıram. Akif Paşa çox xəstə. Burada hansı samitlər var? K, F, P, Ş, Ç, K, H, S, T. Aşağıda yenə yazıram. Deməli, kar samitlər hansılar oldu? Baxın, Q varsa, deməli, Ç var. F, P, Ş, Ç, K-nı zaten yazmışıq. H, S, T. Daha sonra X, bir də X. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, neçə kar səsimiz var? 11 kar səsimiz var. Bu 11 kar səsdən, baxın, bunun və bunun hərfdə qarşılığı yoxdur. Deməli, hərf olaraq 9 kar hərf var. Deməli, demişdik ki, bizim 25 samit səsimiz var. 25 samit səsimizdən 11-i çıxaq, neçəsi qalır? Deməli, 14 cingiltili səs. Demişdik ki, 23
samit hərfimiz var. 23 samit hərfdən 9-unu çıxanda neçə qalır? 14. Cingiltililər dəyişmir. Cingiltilərin sayı dəyişmir. Amma karlarda, baxın, bu iki səsə görə say dəyişir. Çünki bu iki səsin yazıda qarşılıqları yoxdur. Belə. Daha sonra kar samitləri artıq bildik. Bəs cingiltili samitlər hansılardır? Deməli, cingiltili samitlər. Baxın, k-nın qarşılığı, baxın, k-lik demirəm. K-nın qarşılığı c-dır. K-nin qarşılığı g-dır. Necə yadda saxlayacaqsınız? Biz bitki sözünü yazanda yazırıq bitki. Amma tələffüzdə deyirik bitki. Baxın, k, c ilə əvəz olundu. Bu şəkildə yadda saxlayın. K-nın qarşılığı c-dır. K-nın qarşılığı g-dır. Məsələn, biz yazırıq saqqız. Amma tələffüzdə deyirik saqqız. Baxın, g-lardan biri k kimi tələffüz olunur. Deməli, k-nın qarşılığı g səsidir. Ondan sonra f-nın qarşılığı v-dır. Necə yadda saxlayacaqsınız? Belə yadda saxlaya bilərsiniz. Baxın tələffüzə f, v. Tələffüz baxımından çox oxşardılar. Sonra p, baxın p ən çox hansı səsə oxşayır? P, b. Və yaxud da biz kitab yazırıq, lakin tələffüzdə kitab deyirik. Kitab. B, p ilə əvəz olunur. Qarşılığı nədir? P-nın qarşılığı b. Ş, baxın, ş-ya ən çox yaxın olan səs hansı səsdir? J səsidir. Ş, j. Ç-ya ən yaxın olan nədir? C. H-nın qarşılığı yoxdur. Bunu yadda saxlayın. Burada bunu işarələyirəm. Bunu yadda saxlayın. S-nın qarşılığı z. Necə yadda saxlayacaqsınız? S, z. S, z. Baxın, tələffüzləri oxşardır. T-nın qarşılığı d. Necə yadda saxlayacaqsınız? Hətta yazırıq. Hətta oxuyuruq. Və salam. Bu şəkildə yadda saxlaya bilərsiniz. X-nın qarşılığı, baxın, X ən çox nəyə oxşayır? X, G. X, G. Çox oxşayır tələffüzləri. X-nın qarşılığı G-dır. X-nin qarşılığı nədir? Y. Necə yadda saxlayacaqsınız? X-nin tələffüzü necə idi? İh, ih, ih səsi idi. Sanki orada bir Y var. O şəkildə yadda saxlaya bilərsiniz. Daha sonra cingiltilərə qeyd eləyirəm. M, N, R, L. Bu samitlər M, N, R, L. Qarşılıqları, yəni kar qarşılıqları yoxdur. Bunları da yadda saxlayın. İşarəliyim, daha yaxşı yadınızda qalması üçün. M, N, R, L. Bu samitlərin kar qarşılıqları yoxdur. Cingiltilərdən 4-ünün qarşılığı yoxdur. Karlardan isə sadəcə H-nın qarşılığı yoxdur. Daha sonra samitlərdə nələri bilmək mütləq vacibdir. Yazıram H, boğaz səsi. Bunu necə yadda saxlayacaqsınız? Baxın, H. Tələffüzə baxın, H. Boğazdan gəlir. Ərəb dilində hətta bir neçə H səsi var. Boğazdan deyilişinə görə fərqlənir. Bu şəkildə yadda saxlaya bilərsiniz. Sonra yazıram M, N, M, N. Yazıram burun samitləri. Niyə M və N burun samitləridir? İndi mən burnumu tutacağım, tələffüz edəcəm bu səsləri. Baxın, M, N. Diqqət edirsiniz nə qədər fərq oldu. Bu səslər birbaşa burun boşluğundan gəlir. Burun boşluğu aktiv istifadə olunur. Bunu bu şəkildə yadda saxlaya bilərsiniz. Tələffüz eləyəndə yoxlaya bilərsiniz burnunuzu tutaraq. Bir də samitlərdə onu qeyd edeyim ki, baxın, həm k-, həm də k, hər ikisi əlifbada bu şəkildə yazılır.
Yazılışda yəni bir dənə bu şəkildə yazılır. Ç hərfi K kimi oxunur. Bu isə K kimi oxunur. K. Bu da K. Bunu da yadda saxlayırsınız. Vəssalam. Samitlər haqqında ümumi məlumatlardan danışdım. Samitlərin səs tellərinin iştirakına görə növlərə bölünməsindən danışdım. Kar və cingiltili samitləri necə yadda saxlaya bilərsiniz? Hər birini qeyd elədim. Vəssalam. İndi keçə bilərik artıq ikinci hissəmizə. Deməli, qoşa samitli sözlər nədir? Əvvəlcə ondan danışaq. Qoşa samitli söz o deməkdir ki, bir sözdə iki samit yanaşı işlənib. Bu samitlər eyni də ola bilər. Bu samitlər müxtəlif də ola bilər. Qeyd edeyim ki, eyni qoşa samitli sözlər sözün ortasında və ya sonunda işlənə bilər. Müxtəlif qoşa samitli sözlərdə isə həm əvvəldə, həm ortada, həm sonda görə bilərik ki, müxtəlif qoşa samitlər yanaşı gəlib. Nümunələrinə baxacağıq zaten. Eyni qoşa samitli sözlərə nümunə olaraq yaza bilərəm. Addım. Daha sonra 8. Sonra yaza bilərəm səyyah və s. Baxın, eyni samit sözdə yanaşı gəlib. Yəni, eyni qoşa samitli sözlərdə. Yazışlarını artıq gördünüz. İndi danışaq bu sözlərin tələffüz qaydalarını. Deməli, əvvəl qeyd edirəm samitləri. Baxın, qoşa p, qoşa k, qoşa t, qoşa q, qoşa y. Tappıltı. Tələffüzünə baxaq, necə deyirik? Tappıltı. Baxın, əslində yadda saxlamaq çox asandır. Əzbərləməyə ehtiyac yoxdur. Tələffüz edirsiniz, yadda saxlayırsınız. Hərəsinə aid bir dənə nümunəni yadınızda saxlasanız, imtahanda o nümunə ilə xatırlayacaqsınız. Məsələn, qoşa p necə olurdu? Qayda şəkildə əzbərləməyin. Qoşa p-da tappıltı sözünü yadda saxlayın. Baxın, tappıltı, tappıltı, tappıltı. İkinci b şəkildə tələffüz olunur. Deməli, birinci olduğu kimi qaldı. İkinci p isə b ilə əvəz olundu. İndi baxırıq qoşa k. Bir dənə nümunə yazıram. 8. Baxın, 8 yazılır, amma tələffüzdə 8 oxunur. Birinci olduğu kimi qaldı, ikinci k ilə əvəz olundu. Yenə əzbərləməyə ehtiyac yoxdur. Nümunəni yadda saxlayırsınız, tələffüz edirsiniz, baxırsınız. 8 yazıldı, amma heç kəs 8 demir. 8 oxunur. Qoşa t. Yazıram, deməli, hətta. Hətta yazırıq, hətta oxuyuruq. Birinci olduğu kimi qaldı, ikinci t ilə əvəz olundu. Sonra qoşa qıya baxaq. Saqqız yazılır, saqqız oxunur. Burada biraz fərq oldu, diqqət elədiniz. O birilərdə ikinci dəyişirdi, amma qoşa qıda birinci dəyişdi. Birinci q k ilə, yəni kar qarşılığı ilə əvəz olundu. Diqqət elədiniz, bu üçündə eyni cürdür, amma bunda fərqlidir. Bunda fərqli. Qoşa y-da isə, baxın, nümunə yazıram. Deməli, 2 dənə nümunə yazacağım. Bir yazıram ədəbiyyat. Bir də yazıram səyyah. Əvvəl yazılışına baxaq. Çox vaxt uşaqlar düşünür ki, görəsən 1 y ilə yazılır, 2 y ilə yazılır. Baxın, əgər söz və şəkilci kimi baxa bilirsinizsə, məsələn, ədəb, iyyat, bələd, iyyə, o zaman mütləq qoşa y ilə yazılır, yazılışda. Yəni, o zaman testlərdə yadınıza sala bilərsiniz ki, burada şəkilciyə bənzəyir, deməli, qoşa y ilə yazılır. Yazılışda məncə problem olmayacaq. İndi baxaq tələffüzə. Tələffüzdə, baxın, əgər söz kök və şəkilci ayrılırsa, bu y-lardan biri düşür. Ədəbiyyatda sözün kökü ədəbdir, iyyat isə şəkilcidir. Deməli, bu y-lardan biri tələffüzdə tələffüz olunmur. Yazıram, ədəbiyyat. Biri getdi. Səyyahda isə olduğu kimi qalır. Deməli, yazılışda baxacaqsınız.
tərəddüd eləyirsinizsə, bu söz qoşa y ilə yazılır, yoxsa bir y ilə yazılır, baxacaqsınız. Kök və şəkilci ayırmaq olurmu? Ayırmaq olursa, deməli qoşa y ilə yazılır. Tələffüzdə isə əgər kök və şəkilci ayırmaq olursa, səs düşümü baş verir. Kök və şəkilci ayırmaq olmursa, qoşa y-lar olduğu kimi tələffüz olunur. İndi növbəti samitləri yazıram. Hansı ki bu samitləri gördünüzsə, bilin ki, sözlərin deyilişləri ilə yazılışlar arasında heç bir fərq yoxdur. Deyəcəksiniz ki, bəs necə əzbərləyək? Mən də təkrarən deyəcəm ki, əzbərləməyə ehtiyac yoxdur. Nümunələr vasitəsilə yadınızda saxlayacaqsınız. Deməli, yazıram. Qoşabım, qoşacım, qoşadım, baxın, burada samitləri çox yazmışam. Gözünüzü qorxutmasın. Sadəcə nümunələri yazacağam. Siz də yadınızda nümunələr saxlayın. Nümunələr vasitəsilə imtahanda xatırlayacaqsınız bu qaydanı. Qoşa bu. Baxın, Abbas yazıram. Abbas yazılır, Abbas tələffüz olunur. Heç bir fərq yoxdur. Bəziləri, məsələn, efirdə diqqət eləməsinizsə, bəzi müğənnilər Abbas deyirlər. Yanlışdır. Abbas yazılır, Abbas tələffüz olunur. Qoşacı, məsələn, tüccar. Olduğu kimi tələffüz olunur. Dəyişiklik yoxdur. Qoşan D, addım. Addım yazılır, addım tələffüz olunur. Heç bir dəyişiklik olmur. Qoşa F, şəffaf. Yazılır, olduğu kimi də tələffüz olunur. Qoşa L, güllə. Burada, güllə. Deməli, yazılır, güllə tələffüz olunur, güllə kimi. Qoşa M. Və burada xüsusi diqqət eləyin, qoşa M da. Amma yazılır, amma tələffüz olunur. Türk seriallarına baxırıq və necə tələffüz edirik? Amma. Yanlışdır. Amma şəklində tələffüz olunur. Qoşa M-da heç bir dəyişiklik olmur. Qoşa N. Burada N-nın hissəsinə girmişik. Qoşa N. Bənna. Bənna şəklində tələffüz olunur. Yazıldığı kimi. Qoşa R. Baxın, horra sözü yazıram. Olduğu kimi tələffüz olunur. Qoşa V. Məsələn, qüvvə. Olduğu kimi tələffüz olunur. Əslində hamısında eynidir. Bir sözü yadınızda saxlayırsınız, o sözlə digər sözləri də xatırlayacaqsınız. S. Rəssam. Olduğu kimi tələffüz olunur. Təşüq. Olduğu kimi, daha doğrusu olduğu kimi şılar tələffüz olunur. Ə biri düşəcək. Bu qaydanı əvvəlki dərsdə keçmişdik. Şılar olduğu kimi qaldı. Sonra qoşa Z. Ləzzət. Deməli, yazıldığı kimi də tələffüz olundu. Baxın, bu samitləri yaxşıca yadda saxlayın. İndi keçək dərsimizin növbəti hissəsinə. Deməli, indi danışaq müxtəlif qoşa samitli sözlərin tələffüzündən. Bu qaydanı 4 bənddə izah eləmək istəyirəm. Müxtəlif qaydalar var və kitablarda sizin gözünüzü qorxuda bilər, çox uzun gələ bilər. 4 hissədə istəyirəm ki,
asan şəkildə sizlərə izah edeyim. Deməli, müxtəlif qoşa samitli sözlər nələrdir? Bir sözdə iki müxtəlif samit yanaşı gəlib. Məsələn, stəkan, məsələn, xəstə, bitki, asfalt, plan və s. Yəni, iki müxtəlif samitin yanaşı işlənməsidir. Və qaydalar müxtəlifdir. Yəni, bir qayda yoxdur ki, mən sizə deyim, bu şəkildə yadda saxlayın. 4 hissəyə danışacağım bu hissəni. Deməli, birinci qeyd edirəm ki, sözün ortasında iki kar samit yanaşı gəlibsə, ikincisi cingiltili tələffüz olunur. Deməli, sözün ortasında, baxın, sözün ortasında yanaşı gələn iki kar samitdən ikincisi cingiltili tələffüz olunur. Sadəcə nümunə yazıram. Nümunə ilə yadda saxlayacaqsınız. Yazıram xəstə. Yazıram istisna. Baxın, xəstə yazılır, xəstə oxunur. İstisna yazılır, istisna oxunur. Və yaxud da başqa yaza bilərik. Asfalt yazılır, asfalt oxunur. Asfalt. Belə yazanda bəlkə də asan görünür, amma imtahanlarda çox vaxt diqqətimizdən yayınır. Götürüb elə olduğu kimi yazırıq. Diqqət eləmək lazımdır. Sözün ortasında iki kar samit yanaşı işlənibsə, ikinci cingiltili qarşılığı ilə əvəz olunmalıdır. Deməli, birinci qaydada nəyə diqqət eləyəcəksiniz? Qeyri-məhsuldar şəkilçilərimiz var. Deməli, bunlar da hansılardır? Burada qeyd eləyirəm. Kar şəkilçisi, keş, bir də paz şəkilçisi. Məsələn, sənətkar. Məsələn, keş şəkilçisinə hansını deyə bilərik? Zəhmətkeş. Zəhmətkeş və aşpaz. Baxın, burada da iki dənə kar yanaşı gəlib. Lakin bu şəkilçilərdə istisna hal kimi yadda saxlayın. Tələffüzdə dəyişiklik olmur. Sənətkar yazılır, sənətkar oxunur. Zəhmətkeş yazılır, zəhmətkeş yazılır, zəhmətkeş oxunur. Aşpaz yazılır, aşpaz oxunmur, aşpaz oxunur yazıldığı kimi. İkinci, söz ortasında n hərfi b və ya m hərflərindən əvvəl gələrsə, n, m kimi tələffüz olunur. Nümunə yazıram, daha aydın olacaq. Deməli, nümunədə qeyd eləyirəm. Şənbə yazılır, tələffüzdə şənbə oxunur. Deməli, n hərfi, baxın, b-dan əvvəl gəldiyi üçün m ilə əvəz olundu. Və yaxud da dinməz yazıram, dinməz oxunur. Deməli, ikinci qaydamız necə oldu? Söz ortasında n hərfi b və ya m hərflərindən əvvəl gələrsə, m kimi tələffüz olunur. Elə bu iki nümunə ilə də yadınızda saxlaya bilərsiniz. Belə. Üçüncü qaydamız. Q hərfi söz ortasında kar samitdən əvvəl gələrsə, kar qarşılığı ilə əvəz olunur. Yəni, k ilə əvəz olunur. Cingiltili samitdən əvvəl gələrsə, olduğu kimi, q kimi tələffüz olunur. Nümunə yazıram. Məqsəd və istiqlal. Baxın, məqsəd, q hərfi kar samitdən əvvəl gəldi. S-dan əvvəl gəldi. Necə tələffüz olunacaq? Məqsəd, istiqlal, q hərfi cingiltilidən əvvəl gəldi. Demək, olduğu kimi qalacaq. Təkrar edirəm qaydanı. Söz ortasında q hərfi kar samitdən əvvəl gələrsə, karlaşır, yəni k kimi tələffüz olunur. Cingiltili samitdən əvvəl gələrsə, olduğu kimi tələffüz olunur. İki nümunəni yaddan saxlayın. Məqsəd və istiqlal sözləri. Burada bir dənə istisnamız var. Bu istisnanı da xatırlayın, unutmayın.
Deməli, haqlı sözünü yazıram. Baxın, q'dan sonra nə gəlib? Cingiltili gəlib. Buna baxmayaraq istisnadır, haqlı tələffüz olunur. Haqlı yazılır, haqlı tələffüz olunur. Növbəti qaydamıza baxaq. Söz ortasında Q hərfinin işlənməsi. Deməli, söz ortasında Q hərfi əgər samitdən əvvəl işlənibsə, o zaman x kimi tələffüz olunur. Yazıram. Baxın, Q hərfi samitdən əvvəl gəlib. Deməli, necə tələffüz olunacaq? Küləkli. Küləkli. Və yaxud da çörəkçi. Yenə də Q samitdən əvvəl gəlib. Necə tələffüz olunacaq? X kimi. Çörəkçi. Elə nümunələrlə yadda saxlasaz, məncə qayda heç vaxt yadınızdan çıxmayacaq. Sonu eyni qoşa samitlə bitən sözlər əsasən ərəb mənşəli sözlərdir. Hansıdır bu sözlər? Baxın, fən, xət, kül, his və s. Yəni, baxın, sözün sonunda eyni samit qoşalığı var. Bu sözləri artıq uşaqlıqdan bəri kitablarda gördüyümüz üçün bu sözlərin yazılışları bizə agahdır. Bilirik ki, bu sözlərin sonunda iki eyni samit var. Amma şəkilci artıranda biraz beynimiz qarışır. Necə yadda saxlaya bilərik? Əgər bu sözlərə samitlə başlayan şəkilci artırırıqsa, samitlə başlayan şəkilci artırırıqsa, o zaman nə baş verir? Bu samitlərdən biri düşür. Necə yadda saxlayacaqsınız? Qeyd edeyim ki, söhbət yazılışlardan gedir, tələffüzdən getmir. Yazılış bu şəkildə yazılır. Yəni, burada fənlər yazılsa, bu yanlışdır. Yazılır xətdən. Elə birbaşa yazdım. Xətdən yazılsa, baxın, 3 samit yanaşı gəldi. Bu yanlışdır. Deməli, bu sözlərə samitlə başlayan şəkilci artıranda söz kökündəki samitlərdən biri düşür, digərini olduğu kimi yazırıq. Aha, bəs saitlə başlayan şəkilci artıranda nə olur? Saitdə dəyişiklik olmur. Məsələn, fənni və yaxud da xəttim. Heç bir dəyişiklik olmur. Bu ikinci qaydada, buraya yazıram, sait. İkinci qaydada bir istisnanı yadınızda saxlayın. Deməli, his və kül sözləri, bunlar istisnadır. Burada bu sözlərdə samitlə başlayan şəkilci artırsaq belə, yenə də s, qoşa s və qoşa l qalır. Çünki dilimizdə, baxın, bir his, bir s ilə yazılan söz də var, bir l ilə yazılan söz də var. Ona görə samitlə başlayan şəkilci artırsaq belə, bu sözlərdəki samitlər düşmür, olduğu kimi qalır. Belə. Bir dənə hissiz sözündə olur, s-lardan biri düşür, 3 dənə s olmur. Sadəcə hissiz sözündə. Ümid edirəm ki, anlaşıqlı oldu. Belə, sait artıranda heç bir dəyişiklik baş vermir. Samit artıranda isə söz kökündəki samitlərdən biri düşür. Bu sözlər əgər mürəkkəb sözün tərkibində işlənərsə, o zaman necə yazılar? Əgər, baxın, şərti deyirəm, əgər bu tipli sözlər mürəkkəb sözün birinci tərəfidirsə, söz kökü olduğu kimi qalır. Məsələn, yazıram haqq hesab. Və yaxud da yazıram, hansı sözü yazım sizə? His həyəcan. Aha, birinci tərəfdirsə, bu söz kökündəki samitlər olduğu kimi qalır. Heç bir dəyişiklik olmur. İkinci tərəf olarsa,
Baxın, yazıram rəsm xətt. Və yaxud da hüsn xətt. Biri düşür. Söz kökündəki samitlərdən biri düşür. Deməli, qaydanı gəlin təkrarlayaq. Sonu eyni qoşa samitlə bitən sözlərə samitlə başlayan şəkil artırılarsa, söz kökündəki samitlərdən biri düşür. Bu sözlərə saitlə başlayan şəkilçi artırılarsa, söz kökündəki samitlər olduğu kimi qalır. Mürəkkəb sözün tərkib hissəsində olarsa, onda əgər baxırıq, birinci tərəfdədirsə, yenə olduğu kimi qalır. İkinci tərəfdədirsə, söz kökündəki samitlərdən biri düşür. Belə. Bu şəkildə yadda saxlaya bilərsiniz. Belə, hər birinə aid nümunələri yazdım. Əslində çox qəliz kimi görünür. Amma hər birini nümunə ilə yadda saxlasaz, yadınızda qalacaq. Fənlər olanda 3 samit yanaşı gəlmədi. Biri düşdü, digəri qaldı. Amma fənli olanda artırdığımız sait olduğu üçün heç bir dəyişiklik baş vermədi. Mürəkkəb sözlərdə isə birinci tərəfdə işlənərsə, olduğu kimi qalır. İkinci tərəfdə işlənərsə, söz kökündəki samitlərdən biri düşür. Belə. Vəssalam. Bu qayda haqqında da bu qədər. İndi danışaq sonu müxtəlif qoşa samitlə bitən söz köklərinin yazılışı və deyilişindən. Müxtəlif nə deməkdir? Yəni 2 dənə fərqli samit yanaşı gəlib sonda. Məsələn, yazıram əmr və yaxud yazıram mətin. Sehir, üzür. Baxın, diqqət edirsiniz, sözlər bir hecalıdır və sondakı samitlər müxtəlifdir. Qoşa samitdir, amma müxtəlif samitlərdir. Bu sözlərdə nəyi yadda saxlamalıyıq? Bu sözlər əsasən ərəb mənşəli sözlərdir. Yenə də qeyd edirəm, ərəb mənşəli sözlərdir. Bunu yadda saxlayın. Eyni qoşa samitlə bitən sözlərdə onu demişdik, müxtəlifdə də bunu deyirik. Sonda qoşa samit varsa, deməli bu söz ərəb mənşəli sözdür. Əsasən ərəb mənşəli sözdür. Daha sonra nəyi yadda saxlamalıyıq? Yadda saxlayırıq ki, bu sözlərə samitlə başlayan şəkilti artırırıqsa, tələffüzdə səs artımı baş verir. Məsələn, yazıram ki, əmir, əmirlər. Tələffüzdə olacaq, baxın, əmirlər. Burada və bu 2 samitin arasına i daxil olur tələffüzdə. Deməli, sonu müxtəlif qoşa samitlə bitən sözə biz samitlə başlayan şəkilci artırırıqsa, səs artımı baş verir. Bunu yadda saxlayın. Nümunə ilə və yaxud da yazıram üzürlü. Tələffüzdə olacaq üzür, üzürlü. Deməli, tələffüzdə səs artımı baş verdi. 2 müxtəlif samitin arasına bir sait daxil olur. Əgər sonda, baxın, müxtəlif kar samitlər işlənibsə, bu sözlərə samitlə başlayan şəkilçi artırdıqda tələffüzdə səs düşümü baş verir. Qayda biraz çətin görünə bilər. Sözdə yazacağam, indi nümunədə tam aydın olacaq sizə. Baxın, yazıram, məsələn, yazıram neft sözü. Neft sözünə samitlə başlayan şəkilçi artıraq. Neftçi. Diqqət elədiniz, tələffüzdə tın demirik. Neftçi deyirik. Neftçi. Deməli, söz sonunda 2 kar samit işlənibsə, baxın, söz sonunda müxtəlif müxtəlif 2 kar samit varsa, ona samitlə başlayan şəkilçi artıranda tələffüzdə o samitlərdən biri düşür. Neftçi. Və yaxud da yazıram dostluq. Baxın, dostluq. Bu t düşür. T düşür, s olduğu kimi qalır, l isə d ilə əvəz olunur. Belə. Baxın, dedik ki, bu samitlərdən sonra, yəni
söz sonunda kar samitləri varsa və ona samitlə başlayan şəkilçi artırırıqsa, kar samitlərdən biri düşür. Bu qayda həm də söz birləşməsinə və yaxud mürəkkəb sözə də aiddir. Əgər bu sözlər mürəkkəb sözün və ya söz birləşməsinin birinci tərəfi olarsa, yenə də qayda tətbiq olunur. Yenə də kar samitlərdən biri düşür. Məsələn, dost, düşmən yazılır, tələffüzdə isə dost, düşmən oxunur. T düşdü. Və yaxud da neft buruqları yazırıq. Tələffüzdə olacaq neft buruqları. Belə. Söz birləşməsinin birinci tərəfi olduqda da qayda şamil olunur. İndi danışaq şagirdlərin ən yaralı yerindən. BDCC qaydasından. Yəni sonu B, D, C, C samitləri ilə bitən sözlərin tələffüzündən. Hərəsinə aid bir nümunə yazacağam. İnanın, çox rahat qaydadır. Dediyim nümunələrlə yadda saxlasaz, heç vaxt qarışdırmayacaqsınız. Bu ilə bitən kitab, sonu D ilə bitən palıd, sonu C ilə bitən səhəng, sonu C ilə bitən olsun çəkic. Bu sözlərin tələffüzünə baxaq. Baxın, bu sözlər təkcə işlənibsə, ondan sonra hər hansı bir söz gəlib söz birləşməsi yaratmayıbsa və yaxud şəkilçi artırılmayıbsa, ayrıca tələffüz olunursa, hər zaman bu samitlərin kar qarşılıqları ilə tələffüz olunur. Məsələn, B-nın kar qarşılığı nədir? P-dır. Bir dəqiqə, burada kitab sözünü səhv yazmışam. Üzr sayın. Tələffüzdə olacaq kitab. Palıd tələffüzdə olacaq palıd. Səhəng olacaq səhəng. Çəkic olacaq çəkic. Deməli, birinci qaydamız nə oldu? BDCC-də. Əgər bu sözlər təkcə işlənibsə, B, D, C, C kar qarşılıqları ilə, yəni P, T, K, Ç samitləri ilə tələffüz olunur. Deməli, tələffüzdə həmişə kar qarşılıqları ilə tələffüz olunur. İndi baxaq ikinci qaydaya. Əgər sonu B, D, C, C ilə bitən sözlərə samitlə başlayan şəkilçi artırmışıqsa, fərq eləmir. Samitlə başlayan şəkilçi olsun, söz birləşməsinin birinci hərfi samit olsun, fərq eləmir. Yəni, bu sözlərdən sonra birbaşa gələn samitdirsə, yenə də birinci qayda ilə eyni olacaq. Deməli, karla əvəz olunur. İndi nümunə yazsam tam aydın olacaq. Məsələn, yazıram kitab, rəfi. Baxın, bu ilə bitdi, yəni BDCC qaydasıdır. Ondan sonra nə gəldi? Samit gəldi. Deməli, bu karla əvəz olunacaq. Yəni, P ilə əvəz olunacaq. Yazıram kitab. Niyə? Çünki ondan sonra samit gəldi. Və yaxud da yazıram səhənglər. Baxıram, C-dən sonra samit gəlib. Deməli, tələffüzdə olacaq səhənglər. Samit olduğu üçün kar qarşılığı ilə əvəz olundu. İndi danışıram üçüncü qaydadan. Bundan sonra, əgər bu sözlərdən sonra saitlə başlayan şəkilçi gəlibsə və yaxud da ondan sonra gələn söz birləşməsinin birinci hərfi saitdirsə, BDCC olduğu kimi qalır. Yəni, kar qarşılığı ilə əvəz olunmur. Məsələn, yazıram palıd ağacı. D, BDCC qaydası. Ondan sonra A gəlib, yəni sait gəlib, olduğu kimi tələffüz olunur. Palıd. Və yaxud da üçüncü sözüm çəkic. Çəkic yazıram. Çəkic, çəkicin olduğu kimi tələffüz olunur. Deməli,
qaydanı təkrarlayaq. Birinci qaydamız belə oldu ki, sonu bıdı, gecə ilə bitən sözlər əgər ayrıca işlənibsə, kar qarşılıqları ilə əvəz olunur tələffüzdə. Kitab yazılır, kitab tələffüz olunur. İkinci qaydamız, bu sözlərdən sonra samitlə başlayan şəkilci və ya söz gəldikdə BDCC kar qarşılıqları ilə əvəz olunur. Üçüncü qaydamız isə bu sözlərdən sonra saitlə başlayan şəkilci və ya söz birləşməsinin ilk tərəfi saitlə başlayarsa, o zaman nə olur? Yenə də bıdı, gıcı dəyişmir, olduğu kimi qalır. Sonu q və k ilə bitən sözlərə baxaq. Məsələn, sonu q ilə bitən söz yazıram bulaq. Sonu k ilə bitən söz olsun köynək. Yazıram təbrik və yaxud da natiq. Diqqət eləyin. Bulaq sözü. Şəkilçi artıraq. Bulağın. Baxın, söhbət yazılışdan gedir. Şəkilçi artırdıq. Q-ğı əvəzlənməsi baş verdi. Köynək. Köynək. Şəkilçi artıraq. Köynəyin. Təbrik, təbriyin olmur. Təbrikin olduğu kimi qalır. Natiq, natiqin dəyişmir. Deməli, sonu q, k ilə bitən sözlərdə bəzilərində q, k, y əvəzlənməsi olur. Bəzilərində isə bu əvəzlənmə olmur. Necə yadda saxlayacağıq? Baxın. Gəlin əvvəl mən sizə danışım. Q, k, y əvəzlənməsi olan sözlərin yazılışı və tələffüzündən. Baxın, baxırıq biz sözə. Əgər sözdə q, y ilə əvəz olunubsa, k, y ilə əvəz olunubsa. Baxaq. Məsələn, yazıram bulaq və çörək. Deməli, bulağın, çörəyin. Bu sözlərdə q-ğı və k-ı əvəzlənməsi baş verib. Ayrıca işlənirsə, yəni ondan sonra heç nə gəlməyibsə, necə tələffüz olunur? Bulaq yazılır, bulaq tələffüz olunur. Çörək yazılır, çörək tələffüz olunur. Deməli, əgər sözdə q-ğı, k-ı əvəzlənməsi baş veribsə, bu söz ayrılıqda işlənəndə q, x kimi tələffüz olunur, k, x kimi tələffüz olunur. Söhbət bu əvəzlənmə baş verəndə, yəni q-ğıya keçirsə, k-yə keçirsə, həmin sözlərdən söhbət gedir. Ayrıca işlənəndə q, x ilə tələffüz olunur, k isə x ilə, yəni i ilə tələffüz olunur. Çörək, baxın, bu şəkildə tələffüz olundu. Bu sözlərə samitlə başlayan şəkilci artıraq. Baxaq görək necə olur. Məsələn, yazıram bulaqdan və yaxud da çörəkdən. Tələffüzə baxaq. Bulaqdan, çörəkdən. Diqqət elədiniz, samitlə başlayan şəkilci gələndə yenə də x, q-x kimi tələffüz olundu. Əvəz olunmadan tələffüz olundu. K isə x kimi tələffüz olundu. Gəlin indi bu sözlərdən sonra saitlə başlayan bir şəkilci artıraq. Məsələn, bulağa necə oldu? Elə yazılışı da bulağa oldu. Çörəyə. Baxın, yazılışda belə k-y əvəzlənməsi baş verdi. Tələffüzdə elə olduğu kimi qalır. Yəni bulağa və çörəyə. Qarışıq kimi görünür, lakin qarışıq deyil. Sonu q, k ilə bitən sözlərdə q-ğı əvəzlənməsi baş veribsə, qayda necədir? Bu sözlər ayrıca işlənibsə, q-x kimi tələffüz olunur, k-x kimi tələffüz olunur. Əgər bu sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz gəlibsə,
yəni söz birləşməsi yaranıbsa, yenə də baxırıq. Ondan sonra gələn samitlə başlayırsa, q, x kimi tələffüz olunur, ç, x kimi tələffüz olunur. Əgər ondan sonra saitlə başlayan şəkilçi gəlibsə, elə q, q ilə əvəz olunur, ç isə y ilə əvəz olunur. İndi nümunə yazacağam. Nümunədə tam aydın olacaq. Yazıram bulaq suyu və yazıram çörək ətri. Baxın, bundan sonra nə gəlib? Samit gəlib, düzdür? Samit gələndə necə olurdu? Harda yazmışdıq onu? Baxın. Buradadır, baxın. Qoy oxla göstərim. Deməli, samit gəlibsə necə olur? Q, x kimi olur, ç, x kimi olur. Gəlin tətbiq eləyək. Bulaqdan, qdan sonra samit gəlib. Deməli, nə olacaq? Bulaq. Bulaq suyu. Sonra çörək. Ç-dan sonra nə gəlib? Ə gəlib. Sait gəlib. Sait gələndə necə olurdu? Y ilə əvəz olunurdu. Yazırıq çörək ətri. Yəni, sait, samit məsələsi söz birləşməsində də eynidir. İndi danışaq. Deməli, q, sonu q, ç ilə bitən sözlərdə baxıram, yazıram. Q, y əvəzlənməsi baş verməyibsə. Təbrik, natiq. Gəlin elə bu sözlərlə baxaq. Əgər dəyişiklik olmursa, yəni q, ğ ilə, ç, y ilə əvəz olmursa, bu sözlərin tələffüzünə baxaq. Ayrıca işlənib. Təbrik olduğu kimi qalır. Natiq. Natiqdə necə olur? Ayrıca işlənibsə. Natiq, k olur. Daha sonra buna saitlə başlayan şəkilçi artıraq. Təbrik, təbriki. Yenə də olduğu kimi qalır. Natiqim. Olduğu kimi qalır. Saitdə dəyişmədi. Olduğu kimi qaldı. Samitə baxaq. Təbriklər. Sonra natiqdən. Təbriklər olduğu kimi qalır. Natiqdən isə q olacaq k. Natiqdən. Deməli, əgər q, ç, y əvəzlənməsi baş vermirsə, bu sözlər ayrıca olanda ç olduğu kimi qalır. Q, k ilə əvəz olunur. Sait artırılarsa, olduğu kimi qalır. Samit artırılarsa, ç olduğu kimi qalır. Q isə k ilə əvəz olunur. Belə. Sonda onu da qeyd edeyim ki, bəzi sözlər var, sonu ç ilə bitir, amma ç, y əvəzlənməsi baş vermir. Bu sözlər təkhecalı sözlərdir. Yəni, səbəbi təkhecalı olmaqlarıdır. Məsələn, tək, türk, kürk və yaxud da yük. Bu sözlərdə, məsələn, mənim yüküm deyirsən, ç-y əvəzlənməsi baş vermir. Səbəbi isə bu sözlərin təkhecalı olmağıdır. Yadda saxlayın ki, ç-y, q-ğı əvəzlənməsi çoxhecalı milli sözlərdə baş verir. Alınma sözlərdə və təkhecalı sözlərdə baş vermir. Belə, samitlər haqqında, samitlərin tələffüzü haqqında ümumi çalışdım ki, bütün önəmli məqamları qeyd edeyim. Hər hansı bir sualınız olarsa, qeydiniz olarsa, rəylər hissəsində yaza bilərsiniz. Belə, sona qədər dinlədiyiniz üçün təşəkkür edirəm. Xudahafiz.